Fikir vermisinizsə, anksiyetası olan insanlar yaşadıkları bir hadisəni danışarkən uzun-uzadı və detallara toxunaraq danışırlar. Hətta özləri belə bunu bu formada dilə gətirirlər. Təbii ki, bunun bir çox səbəbləri var və həmin səbəblərdən bir neçəsinə aydınlıq gətirməyə çalışacağam. Birinci növbədə bunu vurğulamaq istərdim ki, anksiyetası olan insanlar hər zaman kontrolu əllərində saxlamağa çalışırlar. Bəlkə də ən çox qorxduqları şey də kontrolu itirmək. Ona görə də ünsiyyət saxladıkları zaman uzun və detallı danışaraq həmin o riski azaltmış olduqlarını hesab edirlər. Səbəblərdən bir digəri isə səhv başa düşülmə qorxusu, dediklərini səhv, əksik başa düşülməsindən, haqsız görülməsindən qorxurlar. Ona görə də səhv olma ehtimallarını nəzərə alaraq danışarkən çox uzun və detallı danışırlar. Bir digər səbəb isə təsdiqlənmə istəyi var onlarda. Uzun-uzun danışaraq bunu əldə etmək istəyirlər ki, qarşısındakı insan dilə gətirsin ki, bəli, mən səni başa düşdüm. Əslində bu ifadə onlara özünü güvəndə hiss etmələrinə səbəb olur. Çox vaxt hadisələrə ya ağ, ya da qara kimi baxırlar. Orta yoxdur onlar üçün. Danışdıqlarını ya tam danışmalıyam, ətraflı danışmalıyam, ya da heç danışmamalıyam. Bəsitləşdirərək danışma onlara yaşadıkları hadisəyə səthi yanaşma kimi görünür. Utanma və günahlandırma duyğusu. Anksiyetası olan insanlar əksik danışdım, səhv danışdım, məni düz başa düşmədilər kimi hisslərə qapılır. Məhz bu səbəbdən uzun-uzadı danışır, bir mövzudan digər mövzuya keçir, mövzunu tamamlayaraq